Kameramızın bir ədəd gördüyünüz kimi oradadır. Pivotdur bu, ərazini sulamaq üçündür bu əkin taxılına. Uzun məsafəsi 500-600 metrə yaxındır ərazi olaraq. 30 hektarı sulayır bir dəfə. Hər pivotun üstünə bir kameradır. Gecəni gündüz kimi çəkəndir. Məsafəni götürmək üçün 4 megapiksel kamera qoşacaq. İndi fırlanıb yanına gedəcəyim. Yaxından olan məsafəsi bu. Düşmüşük, indi piyada gedəcəyik. Maşın orada kim gedə bilmir. Maşın düz. Orada saxlanmışıq. Bunun uzaq məsafəsi dediyim kimi 600 metrə yaxındır. Kamera. Bu kamera bu ərazi qaranlıq olsun, gündüz kimi göstərəndir. 4 megapikseldir. Yəni gecə tam aydın insanları, yəni nəsə olarsa görmək mümkün olur. Şitimizin biri buradadır. Şitdən internet şəbəkəmizə burada tok çəkmişik. Xətt və antenamız var. Gördüyünüz kimi bu antena. Gözdən görünməyən bir yer var. Hal-hazırda düz. Oradan ora məsafə 2 kilometrə yaxında. Oradan bura şəbəkəni verir. O şəbəkədən də rotor var. Buna xəttdən daxil olur. Bu xəttdən o bu rotor kimi vəsvəsindən onda havaydan görür, kameranı görür. 25 kilometre kimi də dəstəkləyir. 25 kilometre kimi də dəstəkləyir, bəli.